Hörmətli izləyicilər, bugünkü mövzumuz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratmaz fəaliyyəti barədədir. Rayon yerlərində sosial yardım ala bilməyənlər, sosial yardım almalı olanlar sosial yardım ala bilmirlər. Ünvanlı dövlət sosial yardım özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan vətəndaşlar üçün nəzərdə tutulur. Amma heç kimə sir deyil ki, bugün Azərbaycanda 2 maşını olanlar, top dağıtmaz evi eşiği olanlar, geniş maddi imkanları olanlar, onlarla vətəndaş ünvanlı dövlət sosial yoxsulluq vəziyyətində yaşayan vətəndaşlar isə sosial yardım ala bilmirlər. Tovuz rayonu ölkəmizin ən böyük rayonlardan biridir. Böyüklükdə 6-cı sıradadır. 180 mindən çox əhalisi var. 2025-ci il üçün Tovuzda yaşayan 180 min əhali üçün 1593 nəfər ünvanlı sosial yardım hesablanıb. Halbuki Tovuzda yoxsulluq səviyyəsində yaşayan 30-40 min ailə yaşayır. Sosial yardım almalı olan vətəndaşlara müxtəlif bahanələrlə imtina verilir və yaxud da aylarla sürülür. Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Sosial Müdafiə Nazirliyi olarkən, yəni həmin vəzifədə işləyərkən, sosial müdafiə mərkəzlərində limitlər təyin edib. Həmin limitlər bugün də tətbiq olunur. Yəni bir rayona limit tətbiq olunur ki, yəni Tovuz rayonu ərazisində bu qədər əhaliyə sosial yardım verilə bilər. Bundan artıq bir nəfər də olsa sosial yardım verilə bilməz. Bundan başqa nazirlik ünvanlı sosial yardım alanlardan hansı ünvanda yaşamasını, nə qədər yardım almağını gizli saxlayır. Ad, soyad, ata adı və rayonun adı göstərilir. 180 min əhalinin yaşadığı Tovuz rayonunda, məsələn, Əliyev Əli Əlioğlu neçə nəfərdir və hansı ünvanda yaşayır? Bu gizlilik və dövlət tərəfindən sosial yardımların az təminatlı ailələrə verilməli olduğu halda, ünvanlı sosial yardımların heç də hamısının az təminatlı ailələrə verilmədiyinin sübutudur. Bir məsələni də qeyd etmək istəyirəm ki, 2013-cü ildə noyabr ayında sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov şəffaflığın olması, az təminatlı ailələrin hüquqlarının qorunması üçün bir yeniliyə imza atdı. Sərəncam imzaladı. Ünvanlı sosial yardım alanların siyahısı, adı, soyadı, atasının adı, rayonun adı,